Salam, mən siyasi bloger Elnur Əliyev. Bu günlərin müraciətim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevədir. İlham Əliyev, qazilərimiz çox narazıdır. Qazilərimizin heç demək olar ki 90%-i sizdən razı deyil. Niyə? Niyə qazilərimizə baxmırsan? Niyə veteranlarımıza 80 manat pul verirsən? Harada var? Hansı qanunda var? Yəni 80 manatla siz öz ailənizi saxlaya bilərsiniz günü bu günləri. Saxlaya bilərsiniz. Məncə 80 manatla siz ailənizi saxlaya bilməzsiniz. Niyə qazilərimizin vaxtında müalicələrini aparmırsınız? Səbəb nədir? Niyə aparmırsınız? Niyə müalicələr olunmur vaxtında? Baxın buna. Ne deyirəm, sən başıma dön. Bu yaşat fondu mənim mamı kartımdan niyə pul tutmalı ki? O qazilərə verilməlidir. O gedib mən sənin yaşat fondunun haqqını tələb edib sənin haqqını alacağım qaqona. Sən TikTok'dan heç kimlə də iş istəmə. Sən icra hakimiyyəti kimdir ki? Sən icra hakimiyyətindən yardım deyirsən qaqa. Deməyim budur. Sən deyirəm, bayaqdan qoşuna bilmirəm bura. Rusla, bəzilər köməklik eləməli. Vəssalam. Rusla. Bəli. Rusla. Bir olmalıyım. Rusla, bir də işləsinə. Qaqa. Hə qaqa. Nə bu? Niyə qazilər bir yerə toplanıb kimsə müalicə eləmədilər ki? Yəni bu qurumlar hara baxır? Papalin hara baxır? Papalin hospitalının rəisi hara baxır? Müdafiə naziri Zakir Əsənov hara baxır? Niyə müalicə eləmirsiniz? Niyə qazilərimiz günü bu günləri çıxıb canlı yayımda deməlidirlər ki, dövlət bizə baxmır? Hansı bir dövlətdə var belə bir şey? Qazilərimiz heç razı deyil. 95% qazi heç razı deyil. Çıxartmışsınız Pakazuka kimi 5 dənə 10 dənə qaziyə yardım edirsiniz, qalan qazilərin heç birine yardım eləmirsiniz. Ayıb deyil. Müharibə vaxtı hamını gəlib götürdünüz, təlim adı ilə müharibəyə göndərdiniz, cəmaatın balalarını şəhid elədiniz orada. Dəmir yumruq deyib torpaqlar alındı. Bu günə kimi yenə şəhidlərimiz olur bizim. Niyə bu günə kimi bizim şəhidlərimiz olmalıdır? Nə səbəbə günü bu günə kimi bizim şəhidlərimiz olmalıdır? Sülhməramlar bəs orada nə günə durur? Niyə qazilər yardım istəməlidir? Çıxıb yardım istəməlidirlər. Səbəb nədir? Niyə baxmırsan buna? Yazıq deyil bunların anaları. Sənin yoldaşın Mehriban Azərbaycan birinci vitse-prezidenti seçmişsən. Mehribanı xanım deyərək adlandırmışsan. Azərbaycan birinci xanım deyərək adlandırmışsan. Azərbaycanın birinci xanımı heç bir qazinin evinə gedib, heç bir qazi ilə, heç bir şəhid ailəsi ilə maraqlanmır. Niyə bir toplantı keçirdin, bir qazilərin bir dərdini anlayın. Qazilərin dərdini bir... Baxın da görün bu insanların gönlə vəziyyətə qalıblar ki, çıxırlar TikTok'da pul istəyirlər, yardım istəyirlər. Müalicə üçün yardım istəyirlər. Bunlarla nə qədər belə insanlar var, nə qədər belə qazilərimiz var. Haqqı deməyə qoymursunuz. Haqqı deyən kimi başından aşağı salıb həbs edirsiniz. Ayıb deyil. Hansı bir dövlətdə var belə bir şey? Hansı bir dövlətdə var axı belə bir şey?